Salam, kanalıma hoş geldiniz. Bugün şokoladlı xurma reseptini paylaşıram. Şokoladlı xurma hazırlayan zaman iri xurmalardan istifadə olunsa daha yaxşı olar. Balaca xurmadan da istifadə etmək olar, amma iri xurmalardan daha yaxşı alınır. Xurmanın çəyirdəyini çıxardıb içərisinə yerləşdiyi qədər qoz, fındıq, fıstıq, püstə, badam zövqə görə kim nə istəyirsə doldura bilər içərisin. Xurmaların hamısının çəyirdəyini çıxardıb içərisini doldurduqdan sonra indi şokoladı əridirəm. Şokoladı buxarda əridirəm. Şokolad da zövqə görədir. Ağ şokoladdan, südlü şokoladdan və yaxud da mənim kimi tünd şokoladdan istifadə eləmək olar. İçərisini doldurduğum xurmaları əritdiyim şokoladın içərisində belə gəzdirib hər tərəfini şokoladla örtdükdən sonra yağlı kağızın və ya belə bir dəmirin üzərində düzürəm. Xurmaların hamısının üzəri şokoladla örtüldükdən sonra üstü üçün zövqə görə qurumuş qızılgül ləçəyindən əzilmiş fındıq, fıstıq və yaxud da əridilmiş ağ şokoladla bəzəmək olar. Bəzilərində üzərinə ağ şokolad gəzdirdikdən sonra yerləşdirirəm soyuducuya. 1 saat soyuducuda bərkidikdən sonra soyuducudan çıxardacağım. Artıq soyuducudan çıxardım. Tamamilə quruyub hazırdır. Çox asan və dadlı bir şirniyyatdır. Hazırlamağınızı tövsiyə edirəm. Bugünlük bu qədər. Hələlik.